Allah'ın salamı, rəhmət və bərəkəti olsun əhl-i beyt aşiqlərinə. Sizinlə yenə də mən. Bu günlərim sizə bir maraqlı bir hekayə danışacağım. Bir günlərim hamamda bir zabit çimirmiş. Hamamda çimdiyi vaxt Ayətullah Şahabəddin də oradaymış. Bu zabit təhqir eləyir Şahabəddini ki, kişicik biraz tez ol. Hamamdan yəni çıx yine. Bunu təhqir eləyəndə Şahabəddin heç nə demir, başını salır aşağı, yavaşca başlayır çıxmağa. Yavaş-yavaş qoca kişidir, yeriyəndə yavaş-yavaş yeriyir ki, sürüşərəm, yıxılaram. Hamamın qaranlıqdır da, elə bil hava qaralıb, hamamda da o vaxt işıq olmurdu. Su, natəmiz su çıdırıyar üstümə, ona görə yavaş-yavaş çıxır, heç nə demir, başını salır aşağı. Başını salır aşağı gedir. Səhərsi bu gəlir, hövzədə nədir bu? Tədris keçməyə, tədrislə məşğul olmağa. Bu vaxtı görür ki, qıy-küy götürüb aləmi. Durur ayağa, deyir ki, nədir, nə olub, narahat olur. Deyirlər ki, bəs dünənlərim hamamda təhqir eləyən zabit, hamamdan çıxan kimi qəflətən dünyasını dəyişib. Bu çox bir keyf olur, başını salır aşağı. Deyir ki, bəlkə də mən ona cavab qaytarsaydım, o məni təhqir eləməyinə baxmayaraq, mən o təhqirlərinə qarşı cavab qaytarsaydım, o ölməzdi. Deyir, ey insanlar, hər kəs ki, birini təhqir eləyirsə, ona cavab vermirsə, onun ahı o şəxsi tutar. O şəxslərdən çox qorxmaq günə ki, səni təhqir eləyirsə, cavab verilirsə, o təhqir eləyən şəxsə cavab qaytarılırsa, o elə də güclü də, məsələn, onun ahı tutmaz. Amma ki, hər kəs ki, başını salıb aşağı cavab vermirsə, onun ahı daha çoxdur. Ona görə də kişilər qadınlarına, məsələn, hörmətlə yanaşsın, təhqir eləməsin, qorxuzmasın, Allahdan qorxusun. Qonşunun üzərinə hücum çəkib getməsin, qonşu qorxub çəkinir, başını salır aşağı. Onun bir günahını alır. Valideynlərinə, yaxınlarına qışqırmasın, təhqir eləməsin. O təhqir elədiyi şəxs ki, ona cavab vermirsə, onun ahı onu tutub bədbəxt eləyər. Allahdan qorxusu, Allahdan başqa bir kimsəsi olmayanın üstünə cummasın, qışqırmasın. Allahdan başqa heç kim o qüdrətə malikdir ki, kimisə təhqir eləyə və yaxud da onun cavabı verilməyə. İndi bunu danışandan sonrasında bu qabağıma çıxdım, oxudum, danışdım. Yadıma elə bu özümüzün bu İsraillərimiz, Fələstinimiz, Qəzzamız düşdü. İsraillərimiz yox, bizim İsraillərimiz yox da, elə Fələstin-İsrail müharibəsi, Qəzzalılar düşdü ki, indi sevinirlər, yazıqlar, atlanırlar, düşürlər, sevinirlər ki, atəşkəs elan olundu. Daha bilmirlər ki, bu atəşkəsin arxasında nələr olacaq. Yerlə yeskan elədilər, Fələstini, Qəzzaları qırdılar, batırdılar. Ondan sonrasına tamam gördülər ki, həkdən düşüblər. İndi atəşkəs elan elədilər. Necə ki, İranla müharibə elədilər, özləri elədi müharibəni, özləri də atəşkəs elədilər. İndi bunlara da özləri müharibə eləyib, neçə vaxtdır müharibə gedir, soyqırım elədilər. Özləri də indi atəşkəs elan elədilər. Tabi bilmirlər ki, bilirlər, hamı da bilir. Mən bilirəmsə bunu savadlı bizim alimlərimiz, elm xadimlərimiz var, nətər deyil, siyasətçilərimiz var. Onlar oyunu bilməsin. Bilirlər ki, indi bu atəşkəsin arxasında nə var? Həm atəşkəsi Trump elədi, getdi Nobel mükafatı aldı. Çünki Ukrayna ilə Rusiya arasında eləyə bilmədi. O mükafatdan məhrum olmuşdu. Buradan mükafatını aldı. Həm də burada da indi özlərini toparlayacaqlar. 2 dənə qüvvətli dövlətimiz qalıb. Türkiyə ilə İran, müsəlmanların.
Onları da indi tarmar eləyəcəklər, sonra təzədən yenə qayıdacaqlar elə Fələstinə, baş qaldıracağım Fələstinə. İndi İranla müharibəni özləri elədi, özləri atəşkəs elədi, elan elədi. İndi yenə də başlayırlar İranla burun-buruna verməyə. Bu balaca Fələstin dövləti nə olarmış ki, bütün dünyaya ağalıq eləyir, hegemonluq eləyir. Deməli bizim müsəlmanların gücü yoxdur. Nədir? Allahdan başqa bir kimsələri yoxdur ki, bunlar birləşib bir iş görə bilmirlər ki, bu iki dövlət nədir ki, bu belə əhalini qırır, buna cavab verən yoxdur. Bizim də gümanımız gəlib, Allah Teala ağamızın zöhrün təcil eləsin, ya Rəbbim, ya Rəsul Allah. Ağamız gəlsin, bu dünyanın düzəmini düzəltsin. Yazığı gəlsin bu müsəlman xalqlarına, yer üzündən bunların, bu müsəlman xalqın silməkdir fikirləri. Danışırsan, deyirlər ki, İran cəsusudur, deyirlər ki, indi Qəzza cəsusudur. Amma bu Fələstin nədir? İsrailin cəsusları bəs kimdir o bilinmir. Amerikanın cəsusları kimdir o bilinmir. Allah bizi bu bəladan, xətadan özü qorusun, bütün müsəlmanlarımızı. Bütün müsəlman əhlinə Allah qorusun. Ağamızın da zöhrün təcil eləsin. Ağanın zöhrünün təcil olmağına bir salavat göndərək. Allahümme salli ala Muhammed və ali Muhammed.